bədən təbiidir. Yəni, bədənlərin bir olması o qədər önəmli. Əsas fikirlər, etiqadlar bir olsun. Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Deyir, mən qardaşlarım üçün darıxmışam. Darıxdım. Deyir, ya Resulullah, biz sən qardaşların deyilikmi? Deyir ki, siz mənim sahabələrim. Onlar məni görmədən mənə iman gətirənlər sahabələrdir. Və qardaşlarımdır mənim. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, onlar sizdən olan kişilərin 50 kişinin savabını qazanacaqlar. Deyir, ya Resulullah, minnə av minhum. Deyirlər, bizdən yoxsa onlardan? Deyir ki, bəl minhum. Deyir, xeyr, bəl minkum, affan. Deyir ki, əksinə sizdən deyir. Bax, ona görə bu fitnələr vaxtı sabit qalan, iman üzərində möhkəm olan insanların 50 sahabə əcri ola bilər. 50 sahabə. O deməkdir ki, sahabədən üstün oluruq biz. Var fəzilət, var əcr, var fadıl, var əcr. Fadıl başqa şeydir, əcr başqa şeydir. Əcr çox ola bilər, amma fəzilət başqadır. Allah Resulü sallallahu aleyhi ve sellemin bir dəfə görüb, bir dəfə görən, ona iman gətirən, iman üzrə ölən insan ümmətin bütün alimlərindən xeyirlidir. Bir dəfə Allah Resulünü görüb, iman gətirib və o iman üzrə ölən insan bütün alimlərdən xeyirlidir. Çünki o sahabidir. Nəyə görə xeyirlidir? Kim deyər? Biraz da dəqiq. Allah onlardan razıdır, Allah da onlardan. Yəni, bunun üçün nas var, konkret dəlil var.